Şah İsmail içeriden dışarıdan vatanımızı sarstı, salladı, eyvallah demedik. Şah İsmail 12'li yayıb qılıncla. Qılınc müsəlman sözü oradan gəlir. Oradan gəlib yəni qılınc müsəlmanı. Soyqırım olub əslində, soyqırım. Ən böyük soyqırım o hərəkatın olub səfərləri. 500 il Osmanlının Azərbaycanı işğal etməyə çalışdığını, Gəncə və Təbrizi dağıtdığını, 5 milyon rubl qarşılığında Azərbaycanı Sovetlərə satdığını deyəndə cavab verirlər ki, indidən danış. İsraili ilk tanıyan müsəlman ölkəsi olduğunu deyəndə deyirlər ki, bizə nə? Ermənistanı ilk Türkiyənin tanıdığını, Qarabağda bizə insanları təxliyə etmək üçün helikopter və çətin zamanda borc pul vermədiyini, üstəlik ermənilərə buğda və elektrik verdiyini deyəndə isə deyirlər ki, əsas odur, indi yanımızdadır. Əzizlər, Türkiyə bizim xalqımızın yox, indiki hakimiyyətin yanındadır. Və indi yanımızda olması keçmişdə etdiklərinin üstündən xətt çəkmir. Sabah neft bitəndə yenə də köhnə hamam, köhnə tas olacaq.